Salam əziz tələbələr, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Mən Ləman Qarazayda. Bugün sizlə magistratura qəbul imtahanlarında yeni tələblərdən biri olan esse barədə danışacağıq. Esse necə yazılmalıdır, essenin yoxlama meyarları nələrdir, struktur necə olur? Bütün bunların, bütün suallarımızın cavabını bugün bu videoda tapacaq birlikdə. Vaxt itirmədən başlayırıq. Əvvəlcə essenin yoxlama meyarlarından danışmağa. Biz esseni yazanda hansı meyarlara əsasən yazmalıyıq? Ümumiyyətlə bizim esselərimiz hansı meyarlar üzrə yoxlanılır? Və biz nələrə fikir verməliyik? Deməli, DİM-in öz səhifəsində paylaşdığı məlumatlardan da görə bilərsiniz. İstəsəniz, yəni dim.gov.az saytında da bu barədə məlumat yerləşdirilir. Yoxlama meyarları ilə hər kəs yaxından tanış ola bilər. İndi isə bunları hamısı barədə ayrı-ayrılıqda məlumat verəcəm. Yoxlama meyarları nələrdir? Deməli, bizim essemiz 4 əsas meyar üzrə yoxlanılır. Bunlar, deməli, birinci A meyarıdır. A meyarı, ikinci B meyarı, 3 C meyarı və deməli 3-cü C və 4-cü D meyarıdır. Ki hər birinin də, hər meyarında özünə uyğun balı var. Məsələn, hər meyara uyğun ümumi 5 bal da essemiz bilirik ki, A meyarı üzrə məsələn 1 baldır, B meyarı üzrə 1 baldır, C 2-dir, D isə 1-dir. Ümumi ala biləcəyimiz maksimum qiymət 5 bal olduğuna görə biz bunu 5-ə tamamlamalıyıq. İndi hansı meyarlar nələrdir, hansının tərkibində nələr var və biz bu struktura necə riayət etməliyik buna baxaq. Deməli, birinci gəlir A meyarı. A meyarında bizim essemizin əsas yoxlanılacaq hissəsi onun deməli quruluşunun doğru olmasıdır. Yəni struktur baxımından essemiz düzgün yazılmalıdır. Əgər bir essenin strukturu yoxdursa, o esse yoxlanma meyarlarına tam cavab vermədiyinə görə digərləri üzrə artıq yoxlanılmır və 0 balla qiymətləndirilir. Buna görə strukturumuz doğru olmalıdır ki, yazdığımız yazının qaydaları, yəni yazı qaydalarına uyğun olmalıdır ki, digər meyarlar üzrə də bal ala bilək. Bu deməli struktur və bu struktur üzrə biz 1 bal qazana bilirik maksimum. İkinci gəlir B meyarı. B meyarı isə deməli yazılmış essenin limit məsələsidir ki, söz sayı limiti düzgün olmalıdır. Limit bizə 1 bal verir. İndi limitin nədən ibarət olduğunu da qeyd edəcəm. Bilirik 150-200 söz arası esse yazmamız tələb olunur. Yəni minimum 150, maksimum isə 200 ola bilər. Düzdür, bu 200 limiti artıra bilirik, yəni bir problem yoxdur. Ancaq bu o demək deyil ki, yəni üstünlükdür, bizə daha çox bal verəcəklər. Çalışmalıyıq ki, yəni yazdığımız essenin yazı qaydaları doğru olsun, cümlələrimiz düzgün olsun, ideyamız mətnin əsas fikrinə uyğun gəlsin. Yəni çox söz yazmaq bir üstünlük deyil. Üçüncü C meyarıdır. C meyarında qrammatik tapşırıqlar yoxlanılır. Yəni qrammatik hissə yoxlanılır. Qrammatika hissəsi, cümlələrin quruluşu, düzgün yazılma qaydaları, doğru işarələri, yəni bildiyimiz qrammatikada nə öyrənmişiksə, hamısının tətbiqi buradadır və buna görə də bizə 2 bal verirlər. Sonuncu D meyarı isə ideya ilə bağlıdır. İdeyamız doğru olmalıdır ki, biz buna əsasən də 1 bal alırıq. Yazdığımız essenin ideyası verilən sualın şərti ilə eynilik təşkil etməlidir. Əgər bu 4 meyarın 4-ü də uyğun olarsa, yazdığımız esse ilə tam üst-üstə düşürsə bizə verilən sualına, biz o zaman 5 bal almış oluruq. İndi keçək hər biri haqqında ayrıca danışmağa. Deməli dedik ki, birinci meyarımız struktur meyarıdır. Struktura görə bizə 1 bal verirlər. Bəs doğru struktur nədir, necə olur, nə yazılmalıdır ki, biz buradan 1 balı tam şəkildə əldə edə bilək? Ümumiyyətlə, təkcə esselərdə yox, bütün akademik yazı qaydalarında, bütün akademik yazı vasitələrində bu göstərilir. Esse olsun, sərbəst iş olsun, adi yazdığımız və yaxud diplom işi olsun, hansısa bir tezis, məqalə fərqi yoxdur. Hamısının yazı qaydaları eynidir, struktur eynidir. Bir essenin yazı qaydalarında ən vacib məqam onun əsasının, girişinin, nəticəsinin olmasıdır. Deməli, birinci struktur deməli 3 yerə bölünür. Bu 3 yerdən birincisi introduction'dır. Yəni, introduction giriş hissə deməkdir. İkinci body hissəsidir. Body bunun əsasını təşkil edir və üçüncü isə conclusion hissədir. Conclusion hissə də nəticə hissəsidir. Yəni, essemiz burada tamamlanır, bitir, artıq fikrin bitdiyini öyrənirik. Deməli, bu 3 hissə əgər yerində olarsa, doğru olarsa, essemiz yazı qaydalarına düzgün riayət olunmuş esse sayılır və artıq digər meyarlar üzrə yoxlamaya keçir. İndi bəs biz bunu necə yazaq ki, doğru olsun? Yəni, giriş, əsas, nəticə, bunlar bir-biri ilə necə əlaqələnməlidir? Təbii ki, əvvəlcə bunların hamısı bir-biri ilə abzaslarla fərqlənir. Hamısının
abzası olmalıdır. Abzaslarla başlamalıyıq. Yeni sətirdən, böyük hərflə yazı qaydalarının əsas qrammatik məqamlarından biridir. Əgər essemiz deməli bu standartlara cavab verirsə, o zaman strukturumuzda bir problem yoxdur. Bir balı alıb keçirik növbəti mərhələlərə. Hamısı haqqında yenidən geniş danışacağıq. Sadəcə qısa xülasələrini deyim. Daha sonra isə keçək ayrı-ayrılıqda baxmağa. Deməli, ikinci limit məsələsidir. Limitimiz 150-200 söz arasında olmalıdır. Dediyim kimi, 150-dən az, 200-dən isə çox olmamağı məsləhətdir. Məsələn, bir maksimum 10 sözə qədər güzəşt oluna bilər, 140-130 söz hətta keçən il yoxlanılırdı. Amma ola bilər ki, bu qaydalar yəni bu il keçməz və bizim standartımız 150 olduğuna görə çalışaq 150 sözdən az yazmayaq. 200 sözdən çox yazmaq isə dediyim kimi üstünlük deyil. Təcrübələrimizdə də olub, 200-dən çox söz yazan tələbələrin essesinə məsələn 2 bal, 2 yarım, 2.5, 3 bal verilir. Amma 150-dən çox 200-ə qədər yazan, 170-180 söz yazan tələbələrin essesi 5 balına, 4.5-lə qiymətləndirilir. Bu o deməkdir ki, yəni essemizin söz sayının çox olması, həddən artıq limiti keçməsi bizə üstünlük deyil. Əsas odur ki, biz orada esseni düzgün qaydalar əsasında yazaq. Üçüncü qrammatik qaydalardır. Qrammatika hissəsinə görə bizə 2 bal verirlər və hər qrammatik səhvə görə 0.5 bal çıxılır. Bu nə deməkdir? Əgər biz cümlədə durğu işarələrini qoymamışıqsa, ümumiyyətlə essemizin durğu işarələrində problem varsa, bir dənə də olsa, 10 dənə də olsa 0.5 bal buradan çıxılır. Məsələn, essedə cümlə quruluşunu düzgün yazmamışıqsa, cümlə quruluşumuzda problem varsa, fərqi yoxdur. Bir cümlə diləmişik bu səhvə, yoxsa 15 cümlə diləmişik. Yəni, bunun sayının asılı olmayaraq, hər qrammatik səhvə görə 0.5 bal çıxılmalıdır. İndi qrammatika hissəsində nələr yoxlanır? Gəlin buna baxaq. Görək qrammatika hissəsində əsas nəyi yoxlayırlar? Burada 1-2 ilə göstərəcəm. Bir neçə hissədən ibarətdir, yəni qrammatik qaydalar. Hansı ki, biz bunu qrammatik mövzular izahlarımızda da, dərslərimizdə də öyrənmişik ki, bu qaydalar cümlə quruluşu üçün bizə lazımdır, akademik yazı üçün lazımdır və ümumiyyətlə isə bilirsiniz, qrammatikadan da 3 sual düşür deyə imtahana. Yəni bunlar üçün biz bunu öyrənmişdik təməl mövzulardan. İndi hamısının tətbiqini bu dərsdə, bu mövzuda görəcəyik. Deməli, qrammatika qaydaları birinci nəyə əsasən yoxlanılır? Swopped qaydasına əsasən. Swopped nədir? Bununla bağlı ayrıca bir video izahımız var. Bilməyənlər üçün keçid edib baxa bilərlər. Swopped qaydası cümlədə söz sırasını göstərir. Subject, verb, object, place, time. Bu şəkildə sıralanır. Yəni, birinci cümlənin mübtədası gəlməlidir, sonra xəbəri gəlməlidir, sonra tamamlığı. Əgər cümlədə həm zaman, həm yer zərfi varsa, birinci place, yer zərfi gəlir, ikinci time, zaman zərfi isə cümlənin sonunda gəlməlidir. Bu şəkildə sıralanmalıdır ki, cümlə akademik yazı qaydalarına tabi olsun. İkinci qaydamız nədir? Zamanların və mübtəda xəbərlərin uzlaşması. Qısaca uzlaşma yazıram, indi haqqında ayrıca danışacağım. Deməli, uzlaşma nədir? Biz artıq keçən dərslərimizdən mübtəda xəbər uzlaşması haqqında məlumat əldə etmişik. Mübtəda xəbər uzlaşması nədir? Bir cümlədə mübtəda təkdirsə, xəbər də təkdir, cəmdirsə, xəbər də cəmdir. Tək cəm xəbərləri tanıyırıq. Məsələn, feillərin sonuna s artıranda tək olur. To be-nin tək formaları is, was, have-in təki has və yaxud da köməkçi feillərin tək variantı does. Bunlar təkdir. Yəni, feillərin sonuna s artırılan variantı onların tək olduğunu göstərir. Cəmləri isə, məsələn, to be-nin cəm forması are, were, have, do, feillər s şəkilçisi olmadan, yəni bu feillər isə cəm xəbərlər olur cümlədə. Yəni, biz bunu uzlaşmanı artıq öyrənmişik. Tək xəbərlə tək mübtəda, cəm xəbərlə cəm mübtəda. Və ikinci uzlaşmamız nədir? İkinci uzlaşma zamanların uzlaşmasıdır. Zamanlar mövzusundan bağlı ümumi yenə videolarımız da var, dərs izahlarımız da var. Bilməyənlər üçün keçid edib baxa bilərlər. Uzlaşmada zaman uzlaşmasını gözləməliyik. Əsas məqamlardan biridir. Çünki əgər cümləmiz mürəkkəb cümlədirsə, iki sadə cümlənin bağlayıcı ilə birləşmiş variantıdırsa, biz burada çalışmalıyıq ki, zamanları uzlaşdıraq. Yəni, zaman uzlaşması qaydasını gözləyək. Əgər bir cümləni, məsələn, baş cümləni keçmiş zamanda yazıramsa, avtomatik budaq cümləni də keçmiş ayrı bir şeydə yazmalıyam. Məsələn, keçmiş sadədə, keçmiş davam edicidə, keçmiş bitmişdə müvafiq olaraq dəyişir. Əgər cümləni indiki zamanda yazmışamsa, indiki yazmalıyam. Yəni, uzlaşma gözlənilməlidir. Keçmiş, keçmiş, indiki, indiki. Amma gələcək, sadəcə indiki ilə uzlaşdığına görə, gələcək indiki. Bu barədə dediyim kimi, zamanlar mövzusundan daha geniş şəkildə öyrənə bilərik. Bu bizim ikinci meyarımız. Yəni, qrammatika hissəsinin
ikinci alt meyarıdır ki, SWOT qaydası birincidir, uzlaşma ikincidir. Üçüncü cümlələrdə nəyi yarada bilərik, nəyi yaratmamalıyıq, nə olmamalıdır? Təbii ki, inversiya olmamalıdır. İnversiya yer dəyişmədir. Yer dəyişmə baş və budaq cümlənin yerinin dəyişməsi ilə əlaqədardır. Biz bilirik ki, cümlədə normal mürəkkəb cümlələrdə baş cümlə birinci gəlir, budaq cümlə ikinci gəlir. Bu akademik yazı qaydasıdır. Əgər biz burada inversiya yaratmışıqsa, inversiyanı necə yaradırıq? Budaq cümləni əvvələ qoymaqla. Budaq cümlənin əvvəl qoyulduğunu nə bilirik? Bağlayıcı ilə başlayırsa. Əgər bir cümlə bağlayıcı ilə başlayırsa, bu onun budaq cümləsinin əvvəl gəldiyini göstərir və inversiya yaranmış olur və təbii ki, bunu eləyə bilmərik. Bunu da yoxlaya bilərlər, yəni inversiya yarada bilmərik biz orada. Daha sonra durğu işarələri. Durğu işarələrinə görə, yəni xüsusi yoxlama var, bəli, və durğu işarələrinin səhv olduğu halda 0.5 bal çıxılır. Buna görə də durğu işarələrini səhv eləyə bilmərik. Nöqtə lazım olanda nöqtə, vergül bağlayıcılardan sonra deməli vergül və yaxud da cümlə böyük hərflə başlayır, yeni abzasa keçirik. Bütün bunların hamısına fikir vermək lazımdır ki, yəni 0.5 balı itirməyək. Bu deməli durğu işarələri də bunun olduğu dördüncü hissəsi və bir də beşinci deməli qrammatik qaydalardan nələr var? Olmazlar deyə bir şey var. Bu şeyləri essedə yazmaq olmaz. Akademik yazıda bunları yazmaq olmaz. İndi bunlar haqqında isə ayrıca danışacağım. Nələri yazmaq olar, nələri yazmaq olmaz. Bu barədə dediyim kimi ayrıca danışacağım indi. Keçək digər hissəyə, ideyasına. Essemizin ideyası harada göstərilir? İdeya nə deməkdir? Təbii ki, ideyanı izah edən tezis cümlədir. Tezis mətnin əsas ideyası deməkdir. Əsas fikir burada ifadə olunur. Bəs tezis harada yazılır? Təbii ki, girişdə verilir. Introduction'ın son cümləsində biz burada bu hissədə, son cümlədə tezis cümləmizi yazırıq və göstəririk ki, fikrimiz bununla, bu verilən mövzu ilə nə qədər uyğundur, nə dərəcədə üst-üstə düşür, verilən sualın cavabını mı yazmışıq, yoxsa başqa bir şey mi yazmışıq? Düzdür, burada ola bilər ki, məsələn, giriş verəndə ümumidən xüsusiyə başlayaq və biraz qarışıqlıq yaransın. Amma biz həmin sual, fikrimiz yayılmasın deyə verilən sualla, həmin sualı qayıdıb oxumalıyıq ki, bizə soruşulan mövzudan, mətləbdən çox uzaqlaşmayaq və onun konkret cavabını girişin son cümləsində qeyd edək. İndi gəlin hər bir meyar haqqında ayrıca danışaq. Giriş necə olur, əsas necə olur, nəticə necə olur, limiti məsələn çatdıra bilmirəmsə nə etməliyəm, bu qaydaları necə gözləməliyəm, hər biri haqqında indi isə ayrılıqda məlumat verək. Deməli, yazı qaydalarının dediyim kimi əsas şərtlərindən biri struktur olduğuna görə, yəni yazı qaydaları gözlənilməli olduğuna görə vacib məqamlardan biridir. Biz əsas fikir verməliyik burada abzasların olmağına. Çünki bir cümlədə, bir mətndə, bir essedə abzas yoxdursa, onun girişini, əsasını, nəticəsini mən bir-birindən fərqləndirə bilmirəm. Deməli, biz indi baxmalıyıq ki, struktur A meyarı üzrə davam edək, yəni struktur necə olmalıdır, nələrə fikir veririk. Dedik ki, strukturun əsas şərtlərindən biri girişin, əsasın və nəticənin olmasıdır. Giriş necə olur? Yəni, introduction hissədə nə yazmalıyıq? Introduction hissədə minimum 3, maksimum 5 cümlə yazılmalıdır. Minimum 3, maksimum 5 cümlə. Niyə? 3 cümlədən az giriş sayılır. Yəni, bir cümlə ilə giriş verə bilmərik, 2 cümlə ilə giriş verə bilmərik. Bizim introductionımız minimum 3, maksimum isə 5 cümlə olmalıdır. Niyə maksimum 5 cümlə? Çünki 5-dən artıq olduqsa, artıq biz body hissəsinə keçmiş oluruq və bu düzgün sayılmır. Çünki bizim limitimiz çox deyil. Bu, bütün yazı qaydalarına keçmir təbii ki. Bizim limitimiz 150-200 söz olduğuna görə biz çalışırıq ki, burada deməli, qaydaları gözləyək. 150-200 arası esse tələb olunur deyə söz sayı 3-5 cümlə girişə bizə kifayət edir. İkinci gəlir, deməli, bizim body hissəmiz. Body, yəni mətnin əsas hissəsidir. Body'nin cümlə sayı ola bilər essenin, dediyim kimi, limitindən asılıdır. Yəni 15-20 arası cümlə yazsaq, bizə kifayət edir ki, verilən essenin limitini tamamlayaq. Və sonuncu, üçüncü isə conclusion hissədir, nəticə hissəsi. Conclusion hissə, nəticə, fikrin tamamlandığı, xülasənin yazıldığı, nöqtənin qoyulduğu hissədir və conclusion hissəsində minimum həcmi
3 və 5 arasında olmalıdır. Yəni, yenə 3 cümlədən az yaza bilmərəm, 5 cümlədən çox yaza bilmərəm. 5-dən çox olursa body'yə keçir, mən məcburam yeni bir nəticə hissəsi yazım. 3-dən az olanda isə fikrim tamamlanmır və bu nəticə sayılmır. Ona görə bu qaydalara əməl edərək söz sayımızı 150-200-ə çatdıra bilərik. Çünki bu cümlələri ya da esse yazanda, orada imtahanda da başlayıb sözləri saymayaq. Söz saymaq bizim orada vaxtımızı itirir. Zaten 30 dəqiqə vaxtımız var və bu çox qısıtlı bir vaxtdır bu yazmaq üçün. Maksimum fokuslanmalı olduğumuz yer cümlələrin quruluşu səhvlərimizin etməməli olduğumuz hissəsidir ki, yəni limitə o qədər də fikir verməyin. Hər hissədən 5 bura, 15-20 arasında bura cümlə yazsa, zaten 150, 170, 180 söz eləmiş olur. Və bizim burada artıq o sözləri saymamıza da ehtiyac qalmır. Bu oldu giriş. İndi giriş nədir? Bir mövzunun girişi, onun ümumidən xüsusiyə gəlməsi deməkdir. Yəni, mövzu barədə giriş verməyimdir. Məsələn, tutaq ki, esse mövzularından birini deyirəm. İmtahanda düşür ki, sizcə kənddə yaşamaq yaxşıdır, yoxsa şəhərdə yaşamaq? Öz fikrini izah elə, açıqlamasını ver. Nəyə görə hansını dəstəkləyirsən? Birinci, ümumidən xüsusiyə girişi veririk. Deyirik ki, məsələn, insanların sayı günü-gündən artır. Onlar həm şəhərdə, həm kənddə məskunlaşır. Şəhərdə məskunlaşanların sayı kəndlərə baxanda üstünlük təşkil edir. Mənim fikrimcə isə şəhərdə yaşamaq və ya da kənddə yaşamaq daha yaxşıdır. Deməli, ümumidən xüsusiyə gəldik. Əhalinin sayının artmağından, insanların məskunlaşmağından və mən sonda öz fikrimi bildirdim. Bu nədir? Təbii ki, tezis cümlədir. Mən əgər introduction'ın sonuncu cümləsində, bura yazıram, məsələn, bu hissədən yazım, son cümləsidir. Son cümlə tezis cümlədir. Tezis. Və son cümlədə tezisdən mən öz fikrimi ifadə eləmiş oldum ki, hansından razıyam? Mənə verilən sualın cavabını burada verdim. Bu ideya meyarıdır, həmçinin D meyarıdır. Və ideyamız doğrudursa, biz burada 1 balı qazanmış olduq. Strukturumuz da doğrudursa, təbii ki, 1 balı buradan almış olduq və artıq 2 balımız var. Buradan da abzasları yazıram yerindən. Yəni, diqqətimizdə olsun ki, biz giriş, əsas, nəticə hissələri bir-birindən ayırmaq üçün abzasdan istifadə etməliyik və böyük hərflə yenidən təbii ki, cümləni başlamalıyıq. Deməli, burada biz tezis cümləni yazdıq. Tezis cümlə olur, mətnimizin əsas ideyası verilən sualın cavabı. Məsələn, başqa bir nümunə göstərim. Tutaq ki, deyir, kompüterlərin mənfi və müsbət cəhətlərindən günümüzdə kompüterlərin istifadəsindən nə dərəcədə razısınız? Sizcə onun mənfi tərəfi mi çoxdur, müsbət tərəfi mi çoxdur? Bu barədə fikirlərinizi yazın. Mən ümumidən başlayıram yenə giriş verməyə. Deyirəm ki, texnologiya günü-gündən inkişaf edir. Onların, məsələn, bir vasitəsi də kompüterlərdir. Kompüterlər günümüzün ayrılmaz hissəsidir. 3 cümlə getdi. Onların mənfi ilə yanaşı müsbət cəhətləri və ya da əksinə müsbət cəhətləri ilə yaxşı mənfi cəhətləri də var. 4-cü cümlə və 5-ci cümlədə mən onun istifadəsinin daha çox olmasına narazıyam, məsələn. Məncə mənfi cəhətləri daha çoxdur. Məncə xeyrindən çox, məsələn, ziyanı var. Bu kimi cümlələrlə tezis cümləmi yazıram. Yəni, əsas ideyamı uyğunlaşdırıram yazdığım esse ilə. Niyə? Çünki mənə verilən sualda soruşur ki, razısanmı, narazısanmı, mənfisi mi çoxdur, müsbəti mi çoxdur? Mən bu cümləni orada yazmaqla, girişin son cümləsində tezis cümləni verməklə artıq fikrimi tamamlamış oluram ki, mən nə ilə razıyam, mövqeyimi göstərirəm burada, mənə verilən sualın cavabını verirəm. Bu olur girişin son cümləsi tezis cümlə, ideyamızdan da aldığımız bir baba. Dediyim kimi, bunlar da abzaslardan fərqlənir. Keçirik body hissəsinə. Body nədir? Essenin əsas məğzi, əsas canı buradadır, əsas hissəsi buradır. Biz burada bu son cümlədə yazdığımız tezis cümləni, girişin sonunda verdiyimiz o tezis cümləni body hissəsində açıqlayırıq. Nəyə görə həmin fikri dəstəkləmişəm, nəyə görə bu fikirdəyəm, açıqlamasını burada verəcəm. Məsələn, yazdım ki, məncə kənddə yaşamaq daha yaxşıdır, bayaqki birinci nümunədə. Burada bitdi girişim və keçirəm body hissəsinə. Nəyə görə kənddə yaşamaq yaxşıdır? Hansı səbəblərim var? Nəyə əsaslanır bunlar? Bunun açıqlamasını verirəm body hissəsində. Məsələn, kənddə yaşamaq təmiz havası var, sakitlikdir, sağlamlıqdır və s. özüm üçün, yəni spesifik olaraq dəyişir bu. Öz xüsusiyyətlərini, fikirlərini ifadə edir burada tələbə və salam. Bu olur body hissəsi. Body hissəsində yeni bir şey yaza bilmərəm. Niyə yaza bilmirəm? Çünki mənə verilən introduction'da, yazdığım introduction'da yazmadığım bir şeyi body'də açıqlaya bilmərəm. Bu olmaz. Akademik deyil. Mənim hissemi oxuyan və yaxud da sizin özünüzün oxuduğunuz hansısa bir məqalədə, bir tezisdə giriş hissəsi elə olmalıdır ki,
Mən o girişi oxuyanda bilim ki, məni növbəti hissədə nə gözləyir. Məsələn, sizə bir məqalə verilib, bir artikl verilib, siz onu oxuyursunuz və sizə deyirlər ki, qısa məzmunu barədə məlumat əldə elə. Gör bu esse nə haqqındadır. Siz təbii ki, bütün esseni oxumayacaqsınız. Sadəcə giriş hissəni oxuyub ümumi xülasə verə bilərsiniz ki, esse bu haqqdadır, mövzu budur, bu yöndə davam edəcək. Giriş hissə bizə bəs eləyir bunun üçün, fikir söyləməyim üçün. Yəni artıq bilirəm ki, girişdə nə yazıbsa müəllif, əsas hissədə onun açıqlamasıdır. Açıqlamanı oxumağa ehtiyac yoxdur. Orada sadəcə daha detallı məlumat verilir. Sizin essenizdə elə olmalıdır ki, essenin girişini oxuyan müəllim, yoxlayıcı, hər kimdirsə, başa düşsün ki, söhbət nədən gedir və növbəti hissədə, bu body hissəsində onu nə gözləyir, orada nə yazılacaq. Yəni, bu kimi şeylərə diqqət edin ki, bodydə yeni bir şey yazmayın, introduction'da olmayan yeni bir şey bodydə yazıla bilməz. Body hissəsi bir neçə hissədən ibarət ola bilər. Məsələn, tutaq ki, verilən mövzuda advantage, disadvantage verilibsə, iki hissədən ibarət ola bilər. Mənfilərini də yazaram, müsbətlərini. Pros, cons məsələsi də bura aiddir. Niyə razısan, niyə narazısan deyirsə, bu da aiddir. İki hissədən ibarət olub, öz fikirlərimi, mövqeyimi göstərə bilərəm. Və keçirik nəticə hissəsinə. Nəticə nədir? Xülasə. Yazdığım bütün fikirləri burada yekunlaşdırıram, nöqtəni qoyuram. Yəni, burada artıq essemiz bitmiş hesab olunur. Nəticə hissəsi elə olmalıdır ki, oxuyan onun həqiqətən nəticə olduğunu başa düşsün. Fikir yarımçıq qalmasın. Yeni bir məlumat, yeni bir fakt ortaya çıxmasın. Esseni yazırıq, tutaq ki, kompüterlərdən nəticə hissəsinə gəlmişəm və fikrimi ümumiləşdirməliyəm. Deyirəm ki, danışdıqlarıma əsasən beləliklə, yəni belə qərara gəldim ki, məsələn, kompüterlərin həm mənfi, həm müsbət cəhətləri var. Amma mənfi cəhətləri daha çoxdur deyə və yaxud da müsbət cəhətləri daha çoxdur deyə istifadəsi geniş təbliğ olunsun. İnsanlar daha çox dərinliklərini öyrənsin falan. Nəsə öz fikirlərimi, məsləhətimi yazıram və nöqtəni qoyuram. Birdən yadıma düşür ki, kompüterlərdən bağlı bir dənə də fakt yadıma düşdü, bunu yazın. Tutaq ki, ixtirası neçənci ildə olub, bunu yazın. Nə bilim, yazım ki, kompüterin 11 əsas hissəsi var. Bunları yazmaq olmaz. Birincisi, bizdən tələb olunan esse publistik üslubdadır. Biz elmi heç nə yaza bilmərik, tarixi heç nə yaza bilmərik. Maksimum 1-2 stat gətirə bilərik. Çox elmiliyə, tarixiliyə qaçmayın. Publistik üslubda sadəcə öz fikirlərinizi yazırsınız. Yəni, sizdən sadəcə bir report alırlar, bir intervyu kimi fikirləşin və öz fikirlərinizi deyə geçsin. Burada elmiliyə qaçmağın mənası yoxdur, çünki üslub bu deyil. Və bu nəticə hissəsində yazdığımız faktlar yeni olmamalıdır. Body'də və interviewdə olmayan, introduction'da olmayan heç bir şey burada yazıla bilməz. Çünki nəticə dediyim kimi sonluqdur və nəticə həqiqətən nəticələnməlidir, yeni bir fakt ortaya çıxa bilməz. Bu oldu bizim A meyarımız. Ümid edirəm, hər kəsə hər şey aydın oldu. Yenə də başa düşmədiyiniz bir şey olarsa qeyd edə bilərsiniz rəy hissəsində. Hər kəsin mesajına cavablayacağım. Bu hissəni silirik, keçirik digər hissəyə. İkinci meyarımız deməli bizim A meyarından sonra gəlir B meyarı. B meyarı söz sayıdır, söz limitidir ki, limitə çatmalıdır bizim yazdığımız, yəni qaydalardan, tələblərdən biri limitdir. Biz tələblərə əməl etməliyik deyə B meyarında limitləri yoxlayacaqlar. Söz sayının neçə olmasına baxmalıyıq. Limit dedim, deməli 150-200 sözdür və biz limitə necə çatmalıyıq? Limiti necə çatdırıb doldura bilərik? Deməli, bunun iki dənə yolu var. Təbii ki, söz bazamızı artırmaq. A1, A2, B1, ümumiyyətlə B1 plus gözlənilmir. Yəni, B1-ə qədər yazsanız okeydir, heç bir problem yoxdur. Lüğətlərinizi yaxşı öyrənin, söz bazanızı artırın. Orada biz cümlə quranda tərcüməsini istifadə eləmək üçün, tərcümə üçün istifadə eləmək üçün sözləri bilməliyik sinonimləri ilə. Niyə? Çünki bir sözü təkrar eləmək olmaz. Yəni, maksimum 2 dəfə olar. Ondan çox olmaz, akademik deyil. Söz bazanızın qısıtlı olduğunu göstərir və balımızdan gedir. Buna görə çalışmalıyıq ki, söz sayımızı limitə çatdırmaq üçün zəngin lüğət bazamız olsun. Bunun üçün, təbii ki, hər bir yerdə paylaşdığımız əsas düşə biləcək sözlər lüğəti var. A1, A2 səviyyələr üzrə lüğətlər var. Bunlardan öyrənib, indidən yəni esse yazarkən istifadə edib öz deməli, praktisinizi artıra bilərsiniz ki, getdikcə essedə də daha təkmilləşmiş variantları istifadə edəcəksiniz. Deməli, söz sayımız 150-200-dür. İkinci yolu nədir bəs bunun? İkinci yolu hilədir biraz. Məsələn, elə sözlər var ki, biz burada bunların mənası yoxdur cümlədə.
mətndə, essedə. Amma biz bunları əzbərləyib aralarda yazırıq ki, söz sayımız limitə tez çatsın. Bunlar nədir? Bədiilik qatan, yəni daha çox essemizin zənginliyini göstərən sözlərdir ki, 150-200 sözə çatmağımıza daha tez kömək edir. Linking verblər və transition verblər. İndi bunlar nədir? Linking verb bağlayıcı sözlərdir. Linking verblər, daha doğrusu wordlər, linking words və transition verblər. Transitionda bağlayıcı sözlər, bağlayıcı feillər fərqi yoxdur. Deməli, linking verblərdən, bağlayıcı feillərdən və yaxud da transition verblərdən, bağlayıcı sözlərdən istifadə edərək söz sayımızı limitə çatdıra bilərik. Biz bunları hardan öyrənirik? İstədiyiniz mənbədən əldə edə bilərsiniz. Nədir bunlar? Bağlayıcı, Azərbaycan dilində bağlayıcı sözlər, modal sözlər daha doğrusu. Cümlələrin arasında məntiqi əlaqə yaratmaq üçün istifadə olunan sözlər. Məsələn, giriş yazıram, əvvəla, firstly, birincisi, məsələn, ikincisi, üçüncüsü, beləliklə, ümumiyyətlə, məsələn, nəticə hissəsində in conclusion, at least, məsələn, to conclude, bu kimi şeylər yazıramsa, birinci, ikinci, üçüncü, bunu çox artırmaq olmaz, üçdən çox saymaq, yəni, düzgün deyil, akademik deyil, leksik baxımdan zəifliyi göstərir. Daha sonra, məsələn, beləliklə, ümumiyyətlə, generally yaza bilərsiniz, actually, əslində, on other hand, digər baxımdan, məsələn, to sum up me, mənə görə, at least, sonda və s. bu sözlərin hamısını qəşəng əzbərləyirik. Toplasaq 50 dənə deyil, heç hər bölmə üçün, hər hissə üçün, introduction üçün, body üçün, conclusion üçün ayrıdır. Biz bunları öyrənməliyik və aralarda çox istifadə etməliyik. Hətta deyərdim, yeri gəldi, gəlmədi istifadə etməliyik. Çünki söz sayımızı artırır, heç bir ziyanı yoxdur. Girişdə lazım olanları girişə yazın, əsasda lazım olanları daha çox istifadə etməyə çalışın. Mənim fikrimcə, fakta görə, nə bilim, filan kəsə görə, filan alimin araşdırmasına görə bu kimi şeyləri yaza bilərik. Yəni, bunlar bizim söz sayımızı daha tez limitə çatdırmamıza kömək edir və essemizin nə qədər zəngin olduğunu, bədili qatdığını, effektiv olduğunu və bizim söz bazamızın nə qədər zəngin olduğunu göstərir ki, bunlar hamısı bizim üçün üstünlükdür. Sonra keçirik üçüncü meyarımız. Nə idi? Qrammatika hissəsinin yoxlanılması. Yəni, qrammatik hissələr yoxlanılacaq burada, bu üçüncü hissədə. Qrammarda nədir? Əsas məsələ. Bayaq yazdım, deməli, yəni təkrar yazıram. 3 yazmayaq, buna S meyarı yazaq. Deməli, birinci SWOT qaydasıdır. SWOT bilirsiniz ki, cümlədə söz sırasıdır. Söz sırası subject, verb, object, place, time. Bu cür ardıcılıqla gedir. Azərbaycan dilində yazılan bilməyənlər üçün mübtəda birinci gəlir, xəbər ikinci gəlir, tamamlıq üçüncü gəlir. Ondan sonra cümlədə nə varsa yerinə görə dəyişir. Place, yəni yer zərfi varsa, yer zərfi, time, zaman zərfi varsa, zaman zərfi bu cür ardıcılıqla davam edir ki, söz sırası düzgün yazı qaydalarına əsaslansın. Biz burada hansınısa birinin yerini dəyişiriksə, artıq cümləmiz doğru deyil və bizim yazdığımız esse akademik olmur, çünki yazı qaydalarına əməl olunmur. İkinci gəlir uzlaşma. Uzlaşma barədə bayaq da danışdıq. Uzlaşma nədir? Deməli, bir, mübtəda xəbər uzlaşmasıdır. Mübtəda və xəbərin uzlaşması. İki, zamanların uzlaşması. Biz burada fikir verməliyik. Zamanlar uzlaşsın, biri keçmiş, biri gələcək olmasın və mübtəda xəbər uzlaşsın. Biri tək, biri cəm olmasın. Təkcə tək, cəmdirsə cəmdir olsun. Üçüncü gəlir, deməli, S meyarından nələr? Dedim ki, inversiya yaratmayaq. Inversiya. Inversiya nədir? Yer dəyişmə. Yəni, sözlərdən baş cümlə ilə budaq cümlənin yerini dəyişməyək. Necə olur baş cümlə? Bağlayıcılar dərsimiz var. Bağlayıcılarda bunu ətraflı şəkildə öyrənirik. When, while, if, and və s. Because, because of, in spite, instead, despite of fərqi yoxdur. Bu bağlayıcıların hansını cümlənin əvvəlində yazsaz, bu o deməkdir ki, siz cümlədə inversiya yaratdınız. Məsələn, deyirəm ki, mən uşaq olanda müəllim olmaq istəyirdim. Bu cümlənin baş cümləsi mən müəllim olmaq istəyirdim hissəsinin baş cümlədir.
I wanted to be a teacher. Müəllim olmaq istəyirdim. When I was a child. Mən uşaq olanda. Amma biz danışıqda və gördüyümüz mətnlərdə öyrəşmişik birinci bağlayıcını görək, birinci bağlayıcını istifadə edək. Məsələn, belə deyirik danışıqda. When I was a child. Bu doğru deyil. Cümlə when-lə başladısa, bağlayıcı ilə başladısa, deməli siz burada inversiya yaratdınız və akademik yazı qaydalarını pozdunuz. Yəni baş cümlənin, budaq cümləni gətirdiniz, əvvələ keçirdiniz. Birinci baş cümlə olmalıdır, sonra budaq cümlə olmalıdır. Budağın budaq olduğunu nədən bilirəm? Təbii ki, qabağında gələn bağlayıcılardan. Bu hissədə bağlayıcılar yazılır. Bağlayıcı əvvələ keçdirsə, deməli baş cümlədən əvvələ keçib budaq və burada inversiya yaranır. Bu oldu deməli, üçüncü qaydamız, qrammatikadan yoxlanılan üçüncü meyar. Keçirik növbəti, məsələn, nələr idi orada? Təkrarlara yol verməyək. Təkrar, bir sözün təkrar istifadəsinə yol vermirik qətiyyən. Dördüncü yazıram buna, təkrarlar. Yəni, əgər sizə verilən, deməli, essedə nəyisə describe edirsinizsə, burada bir sifətin müxtəlif variantlarını yazmağa çalışın. Bir feili başqasından əvəz edin. Bir ismin, təbii ki, sinonimlər lüğətiniz var bunun üçün. Lüğətlərinizi, dediyim kimi, təkrar deyirəm, mükəmməl şəkildə öyrənin və bir sözün fərqli variantlarından istifadə edin. Məsələn, təkrarlardan tutaq ki, nəyisə bir şey təsvir edirik. Beautiful yazırıq, nice yazırıq, pretty yazırıq, gorgeous yazırıq və daha level'ı yuxarı olan şeylərdən istifadə edirik ki, zəngin olduğunu göstərsin söz bazamızın və təkrarlara yol vermək dilin zəifliyini göstərir. Təkrarlara yol vermək olmaz, plus durğu işarələrlə fikir verməliyik. Durğu işarələri yerində yazılmalıdır. Nöqtəsi, vergülü, bağlayıcılardan sonra məsələn vergüllərin qoyulması, hansı bağlayıcıdan sonra nə vaxt vergül qoyulur, harada cümlə başladı, sual cümləsində sual işarəsi, əmr cümləsində nida işarəsi, bunlara fikir verin ki, yəni oxuyan başa düşsün cümlənin bitdiyini, yenidən başladığını, pauzanın olduğunu, intonasiyanı, bunlara yəni fikir verməliyik ki, biz essemizdə 0.5 bal itirməyək. Dediyim kimi, bunların hamısına görə yarım bal çıxılır. Bu deməli oldu deməyər, dördüncü, yəni qrammatikanın dördüncü əsas baxılacaq yeri və 5-də bayaq demişdim ki, olmazlar var. Essedə nələri yazmaq olmaz. Keçək olmazlara. Deməli, bizim essemizin, ümumiyyətlə tələbələrin və bu danışığımızın bir xüsusiyyəti var. Ən çox vərdiş elədiyimiz şey, nəticə hissəsinə çatan kimi başlayırıq final yazmağa, final istifadə etməyə. Bu akademik deyil. Heç bir essedə, heç bir akademik yazıda ola bilər deyirsiniz ki, biz bunu görmüşük hansısa mətndə, hansısa kitabda, hansısa yerdə. Onlar akademik deyil, məişət üslubunda yazılmış şeylərdir. Biz akademik yazırıqsa, nəticə hissəsini final sözündən başlada bilmərik. Heç vaxt ola bilməz. Bunun mənası zirvədə, topda deməkdir. Yəni, finalda. Finalı nəticə bildirmir. Ona görə bu sözü burada yaza bilmərik. Niyə? Məsələn, bunun yerinə bəs nə istifadə edə bilərəm? To conclude nəticə olaraq, in conclusion nəticədə, to sum up me, at least və daha çox variantlarını təbii ki, öyrənib yaza bilərik. Finalı olmaz burada. İkinci, a lot of sözünü ən çox işlədənlərdən, a lot of, özdən sonra cəm isim gəlir bilirik. Cəm ismi qabağında işlədənlər. Qətiyyən belə bir səhvə yol vermirik. A lot of akademik deyil, bayağı bir məna verir, yəni kobud səslənir. Bunun yerinə nə istifadə edə bilərik? Many, plenty of, several yerinə görə yəni dəyişə bilər. Bu some istifadə oluna bilər bəzən. Yəni burada a lot of ifadəsini qətiyyən istifadə eləmirik. Üçüncü, and bağlayıcısı ilə cümlə başlada bilmərik. And-lə, ümumiyyətlə, heç bir bağlayıcı ilə, bayaq dediyim kimi, yəni cümlə başlatmayın, and bağlayıcısından xüsusi. Çünki ən çox olunan səhvlərdəndir bunlar. Cümləni yazır, nöqtə qoydu və and-lə cümlə başlayır. Belə bir şey yoxdur. Nə Azərbaycan dilinin qaydalarında, nə ingilis dilinin qaydalarında and bağlayıcısının cümlə başlamır. Bu bağlayıcıdır. Bu iki cümləni bir-birinə bağlayır, iki sözü bir-birinə bağlayır. Nöqtə qoyulub böyük hərflə and bağlayıcısından davam edə bilmərik. Bu şeyi yəni eləməməyə çalışın. Və ən əsas eləməməli olduğumuz, yəni etməyəcəyimiz ən vacib şey isə inkarlarda qısaltmaların istifadə olunmasıdır. Qısaltmalar, yazın burada qısaltmalar. Qısaltma nədir? Məsələn, don't yazıram, olmaz. Isn't yazıram, olmaz. Məsələn, bildiyiniz bütün feillərə not hazırlanda onsuz da qısaltma olur. Don't yazıram, doesn't yazıram, haven't yazıram, isn't, aren't, am not. Bunları qısaltma şəklində yaza bilmərəm.
Yeri gəlmişkən, həm artikellar, həm də prepositionlar söz olaraq sayılır. Hamısı bir sözdür. Yəni bizim limit məsələsində də yenə bu bizə üstünlükdür ki, tez çatacaq söz sayımız limitə. Ona görə bunları qısaltma şəklində yaza bilmərik. Is not, do not, does not, have not. Bu kimi yazılmalıdır ki, həm oxuyan başa düşsün, akademik olsun, həm də ki, söz sayımız daha tez çatsın. Bir də abreviaturalar yaza bilmərik. Məsələn, abreviatura nədir? Qısaltma adlar. Məsələn, unique yaza bilmərəm mən orada. Çünki bunu hər kəs başa düşə bilmir. Ümumiyyətlə, bir yazı qaydasında abreviatura qəbul olunmaz bir şeydir. Unique yaza bilmərəm. Onun yerinə, məsələn, açıqlaması nədirsə, Economic University yazın. Azərbaycan Economic University bu şəkildə açıqlamasını verə bilərsiniz. Məsələn, NATO yaza bilmərəm. Açıqlamasını biliriksə, açıqlamasını yazacağıq. National Ambassador, hər nədirsə açıqlaması. Amma bizə onsuz da bunlar yazılmayacaq, lazım olmayacaq. Çünki bunlar elmiliyə qaçır biraz, siyasi şeylərə qaçır biraz. Yəni, belə şeyləri yazmaq olmaz. Yazsaq da qısaltma variantından istifadə edə bilmərik. Bu getdi, deməli, 4-cü meyarımız idi qrammatikadan. Yəni, qrammatikanın alt meyarlarından idi ki, bu şeyləri istifadə eləmək qətiyyən və essemizə daha çox deməli, zənginlik qatmaq üçün əsas fikir verəcəyimiz yer qrammatika hissəsi bitəndən sonra ideyadır. İdeyamız dediyim kimi axırıncı meyardır, D meyarıdır. D meyarında ideya yoxlanılır. İdeyanın da biz dedik ki, göstəricisi haradır? Təbii ki, tezis cümlədir. Tezis cümlə harada olur? Girişin son cümləsi, introduction'ın son cümləsi. Və nə yazmalıyam tezisdə? Mənə verilən suala konkret cavab. Baxıram, verilən sual nədirsə, onu oxuyub, orada öz mövqeyimi, yəni belə bir növ damğanı orada vururuq tezis cümlə ilə. Introduction'ın son cümləsində və bununla da bitir. İdeyamız da belə. Və bütün dediyim kimi qrammatik səhvlərə görə yarım bal çıxılacaq, hər meyar üzrə qiymətləndirmə 1 baldandır, ümumi 5 baldır, 150-200 söz arası. Yəni bunlar əsas xatırlayacağımız şeylərdir ki, bunlar mütləq şəkildə əməl olunmalıdır. İndi keçək mövzulara. Essemizdə əsas mövzular nədən ibarət ola bilər? Nə gözləyər bizi? Nə yazmalıyıq essemizdə? Bu mövzular yəni nədən ibarət ola bilər? Buna baxaq indi isə publisistik üslubda yazılacaq deyə, yəni bizə tələb olunan mövzular publisistik üslubu təşkil elədiyinə görə bizim esselərimiz elmilikdən, bədililikdən və məişət üslubundan kənar olmalıdır. Publisistik üslub nədir? Məqalə tərzi, qəzet tərzi, yəni gündəlik oxuduğumuz xəbər tipləri, o Instagramda, WhatsAppda və yaxud da hər hansısa bir yerdə, kanallarda gördüyümüz xəbər reportları var ki, hamısı publisistik üslubdadır və publisistik üslub necə yazılmalıdır? Canlı danışıq dilinə yaxın olur, elmiliyə qaçmırsınız, çox məişət üslubundakı sözlərdən istifadə eləmirsiniz, yəni biraz məqalə tərzi, qəzet tərzi yazmalıyıq. Mövzular nələrdir? Mövzular heç vaxt elmi ola bilməz, yəni mümkün deyil olması. Elə olur ki, biz hamımız orada fikir yürüdə bilək, nələrsə yaza bilək. Məsələn, ətraf mühitin çirklənməsindən bağlı ola bilər, nəqliyyatla bağlı ola bilər, ictimai nəqliyyat, dünyanın qlobal problemləri ilə bağlı ola bilər. Ümumi sizin fikrinizi soruşa biləcəyiniz, məsələn, texnologiyanın inkişafı, kənddə yaşamaq yaxşıdır, şəhərdə yaşamaq yaxşıdır, yaxşı dost necə olmalıdır, təhsil barədə, təhsil ödənişli mi olmalıdır, hər kəsə ödənişsiz mi olmalıdır? Bu kimi nümunələr düşə bilər, hansı ki, düşə biləcək, ən çox ehtimal olunan düşə biləcək esse siyasi 60 mövzu, hansı mövzularsa o da bizdə var və bu mövzuları istədiyiniz vaxt yazıb əldə edə bilərsiniz. İmtahana bu mövzulardan düşəcək, buna hazırlaşmağımız daha əlverişlidir, daha münasibdir. Və dediyim kimi, publisistik üslubda da yazılmalıdır. Çalışın, esselərdə mən şəxsindən çıxış eləməyin. Mən getdim, mən gəldim, mən filan şey elədim. Düzdür, deyə bilərsiniz ki, sualı bizə verir. Mən razıyammı, narazıyammı filan. Amma biz bunu ancaq tezis cümlədə öz mövqeyimizi ortaya qoyanda göstəririk. Çalışın, daha çox ümumi şəxsi cümlələr qurmağa çalışın. Bu belə olmalıdır, bu belə yaxşıdır, bu belə pisdir, belə məqbuldur, qəbul olunandır, müsbətdir, mənfidir. Mən şəxsinə çıxış eləməməyə çalışın, bu akademik olur. Daha sonra essedə mövzuları siyasi və dini şeylərə qarışdırmayaq. Çünki bunlar demin öz meyarlarında da var. Yəni neytrallıq qorunmalıdır. Həmişə mövqeyinizi neytral gözləməlisiniz. Təbii ki, yəni burada jargonlardan və digər varvarizm falan istifadə etməməliyik. Neytral olmağa çalışmalıyıq. Daha çox öz üzərimizə yüklənməməliyik. Ümumi şəxsli danışmalıyıq ki, essemizdə bir problem yaranmasın ideya ilə bağlı. Tarixi şəxsiyyətlərin adını
xüsusi isimləri çox çəkməməyə çalışaq. Demək olar ki, çəkməsək daha yaxşı olar. Çünki bunlar hamısı işarə kimi başa düşülür və esse yoxlanılmır ki, esseni yazan şəxs müəllifə işarə edir. Yəni, mən kim olduğumu bildirməyə çalışıram burada ki, filan kəsəm mən. Yoxlayan müəllimə işarə verirəm mənasında. Ad, soyad qətiyyən yazmırıq. Tarixi şəxsiyyətlərin adını yazırıqsa, məsələn, Tutaq ki, Heydər Əliyevdən bir nümunə götürürüksə, bir misal gətiririksə, bu dırnaq içərisində maksimum bir cümlə olmalıdır. Yəni, çox işarə vermək olmaz burada. Və üçüncü əsas şey, şəxsi məlumatların paylaşılmamasıdır. Tutaq ki, təhsillə bağlı sizə bir esse verilib. Deyir ki, təhsilinizi, sizcə təhsildən razısınızmı? Universitetinizdə təhsil nə dərəcədə yaxşıdır, nə dərəcədə pisdir, siz olsaydınız, məsələn, nəyi dəyişdirərdiniz falan. Bu kimi suallar verilir. Tələbə başlayır, oxuduğu fakültəni, adını, soyadını, harada oxumuşam, universitetim haradır, filan müəllim, hətta bu qədər yazanlar belə olur. Bunlar qəbul olunmazdır və təbii ki, bu esselər 0 balla qiymətləndirilib, digər meyarlar üzrə yoxlanılmır. Çünki essedə şəxsi məlumatları paylaşmaq olmaz. Orada sizin essenizin, yəni kimin olduğu bilinmir. Müəllif qeyd olunmur, bu kodlarla yoxlanılır və yoxlayan müəllim bilməməlidir bu kimin essesidir. Bir esse 2 nəfər tərəfindən yoxlanılacaq. Hər iki tərəfin qiymətləndirilməsi üst-üstə düşürsə, o zaman təsdiqlənir, düşmürsə 3-cü müəllimə müraciət olunur. Yəni, bundan narahat olmayın. Essedə bir narazılığınız olursa, təbii ki, apellyasiya müraciət edə bilirsiniz. Sonda səhvlərinizi sizə izah edirlər, nəyə görə bal kəsilib filan, bu məsələlər artıq orada dilin aidiyyatı üzrə təşkil olunur. Bunlar da heç. Əsas biz yazı qaydalarında şəxsi məlumatlarımızı paylaşmayaq, olmazlara diqqət eləyək, mövzulara hazırlaşaq əvvəldən. İmtahana qədər, məsələn, siz bir 15-20 dənə esse yazsaz, təbii ki, bunların hamısı praktikdən keçdiyinə görə artıq öz bacarıqlarınızı, esse yazı bacarıqlarınızı improv eləmiş olursunuz və orada da rahat şəkildə yarım saat ərzində yaza bilirsiniz. Esseni yazmaq üçün imtahan müddətindən əlavə 30 dəqiqə vaxt veriləcək. İmtahan bitdi deyiləndən sonra sizin kodlaşdırma vərəqləriniz toplanır və əlavə olaraq yarım saat vaxt verilir ki, siz esseni ayrıca yazasınız. İmtahan vaxtına əlaqəsi yoxdur və rahat şəkildə hər kəs sona qədər oturub, yəqin ki, essesini yazacaq. Bu da belə. Nəsə qaranlıq qalan bir yer oldusa, başa düşmədiyiniz, sualınız yarana biləcək hər hansı bir məqam varsa, rəy bölməsində qeyd edə bilərsiniz. Suallarınız cavablandırılacaq təbii ki. Bugünlük bu qədər. Esse ilə bağlı ümid edirəm hər şeydən danışmışıq artıq. Yəni bizə aydın olmayan bir məqam qalmayıb. Olsa da dediyim kimi WhatsApp nömrələrimizə də və yaxud da şərhlərdə də qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Hələlik.